Herkese selam, kanalıma hoş geldiniz. Bugün Mart'ın 18'idir, yani Ramazan ayının 28'idir. Sabah Ramazanın son günüdür ve birisi gün bayramdır. Ben de birazdan mola gideceğim. Hem bayramlık şeyler almağa, oğlum için, özüm için ve yoldaşım için bayramlık paltar almak istedim. Aylardır video çekmirəm çünkü köhnədən çəkdiyim videoları montajlamağa vaxtım yox idi deyə. Onları əvvəlcə montajlayayım, biraz videolar azaldım dedim. Ondan sonra çekmeye başlayarım diye düşündüm. Çünkü həqiqətən montajlamağa heç vaxtım olmur. Çox qaça-qaçla olur. Ramazan ayında rutinim alt üst oldu. Onsuz da elə də rutinim yox idi. Yəni yuxu rutinim də yox idi, normal rutinim də yox idi. Çünkü həm evdə işlədiyim üçün, həm də ki mənim özüm biraz rahat durmağı sevən biri olmadığım üçün çox qarışıq bir həyat rutinim var idi. Ramazandan sonra da daha da dəyişdi. Yuxusuzluq, yuxu rutinim alt üst oldu. Ama artıq sonlara doğru gəldiğimiz üçün Ramazanla da beraber özümə yeni bir rutin yarattım. Bəzi günlər səhurdan sonra yatmıram. Əgər rayonlara gedəcək karqom varsa, yəni həftənin 1-ci və 4-cü günlər normalda rayonlara kurye çıxır. Ona görə də o günlərə rayon sifarişlərini çatdırmaya çalışıram. Ona görə bəzən elə olur ki, bazar günləri və 3-cü gün gecələr yatmıram səhərə qədər. Bəzən də elə olur ki, əgər çox deyilsə və sadəcə dikmə işim qalıbsa, səhurdan sonra yatmıram. Amma o günü çox yorğun oluram. Çox yuxum gəlir. Ümumiyyətlə Ramazan ayında mənim yuxudan gözüm açılmır. Yəni ki, hər fürsətdə gözümə yuxu gedir. Belə üstümü geyindim. Ekstra bir şey eləməyəcəm. Mən onsuz da makyaj eləməyi sevmirəm. Ramazanda hələ heç sevmirəm. Normalda mənim makyajım sadə olur. Ya BB krem olur, ya pudra olur, ya da sadəcə günəş kremi olur. Dodaq nəmləndiricisi mütləq çəkirəm çünki dodaqlarım çox quruyur. Normalda çox su içən biri deyiləm, amma Ramazanda da ekstradan heç su içmirəm deyə bilərik. Sadəcə sahurda içdiyim çay və su və axşam orucu açılanda içilən su. Yəni ondan sonra düşünürəm ki, heç su içmirəm həqiqətən. Yəni ki, bədənim hələ də yaxşı dayanır. Bu həftədə video çəkməyə qərar verdim. Çünki bu həftə biraz dolu keçəcək və xatirə olaraq da qalsın istəyirəm. Həm Ramazan bayramıdır, uşaqlarla şəkər toplama etkinliyimiz olacaq. Bizim burada yaşadığımız qonşular arasında. Həm Novruz bayramıdır, kəndə gedəcəm. Və bir festival olacaq, festivala dəvətliyəm. Ona görə də yenə əlimdəki hazır oyuncaqların hamısını dikməyə çalışdığım bir qarışıq günlərdəyəm. Sifarişlər demək olar ki, çox az qəbul edirdim Ramazan ayında. Çünki həqiqətən çox halsız olduğum üçün istəmirdim yəni işləmək. Ona baxmayaraq yenə də dəniz dalğası kimi, yəni bəzən yavaş, bəzən sürətli olaraq işimi heç dayandırmadım. Saçım əslində biraz nəm kimidir, diblərini heç qurutmadım. Əsas uclarını biraz keçdim ki, ucları çox qabarıq olmasın. Şimdi güneş kremi çəkəcəm. Bunu çəkirəm. Bu çox gözəldir. Çünki sprey formasında olduğu üçün həm tez əmilir, həm də ki qatı olmadığı üçün çox asan istifadə edə bilirəm. Həm çox gözəl nəmləndirir. Baxın. Dodaq nəmləndiricisi. Bu da biraz renk verir. Bu videoda biraz normal rutinimdən də göstərmək istədiyim üçün fərqli kadrlar görə bilərsiniz. Buraların vəziyyətini də sizə göstərim istədim. Baxın, hər şey ortalıqda. Burada 10 kiloluq sindifon. Normalda alanda həmişə üstündən 1-2 kilo götürürəm, sonra kəndə göndərirəm mamama. Çünki bir çox şeylərim bu mamam ördüyü üçün, bədənlərini falan baxın formada. Ona görə mamama göndərirəm, özümə biraz saxlayıram. Çünki evdə heç yerim yoxdur. İndi yeni aldırdım, dünən alındı. Düşünürdüm ki, bu divan balışları biraz çox boşdur. Biraz alandan sonra bunun içine dolduraram. İndi bunu da sonra eləyəcəm. Bunların içine biraz dolduracağım ki, daha belə yaxşı görsənsin. Bəlkə də bunların üstünə də sonra bir dənə çuxol kimi bir şey dikərəm, daha qəşəng görsənər. Bilmirəm, indi hələ ki başqa işlərim olduğu üçün vaxtım yoxdur onu eləməyə. Burada da baxın dikdiklərimi qoydum. Sonra detaylı göstərirəm. Burada dünən bunların da sindiponum bitmişdi. Hələ alınıb gəlməmişdi və yoldaşım almağa getmişdi. Ona kimi buradakilərin sadəcə gözlərini taxdım ki, içini sonra doldurup başını dikərəm deyə. Belə. Vəziyyət belədir. Dediyim kimi festivala hazırlanıram və divanın burada altında da çox oyuncaqlar var. Onlara da yenə dikəcəm. Görək. Normalda burada sadəcə örgü prosesini paylaşıram. Yəni ki, çox paylaşmıram başqa şeylər, günlük rutinimdə başqa etdiyim şeyləri. Amma o vaxtda çox qarışıq alınır vlog. Elə olur ki, sadəcə örgü. Yəni ki, başqa
Bu saatte örgü, o saatte örgü. Hem de biraz sıkıcı olmasın diye araya başka şeyler de serpiştirebilirim diye düşündüm. İndi taksi çağıracağım. Gidip molda tez işimi bitirmeliyim. Saat 5-6'nın yarısına kadar. Sonra yoldaşım gelip götürecek. Ona göre 1 saat falan ancak işimi halledemeliyim, 1 saat yarıma. Molda çok çekebilmeyeceğim yəqin ki. Çünkü insanların içinde video çekme işi hələ mənlik değil, yani rahat çekebilmirəm. Ama elimden geldiğince gösterərəm. Yani bilmirəm. Söz verə bilmirəm. Amma bu onsuz da bir neçə günümü həftə sonuna qədər olacaq hər şey çəkdiyim üçün çox da uzun çəkməyimə ehtiyac yoxdur. Həmişə uzun çəkirəm, montajlamaq da çətin olur. Çox danışıram, sonra onu kəsirəm. Nəysə, indi gedirəm. Bugün hava çok isti olduğu için böyle giyindim. Nihayet ince şeyler giyinebilirik. Çünkü hakikaten havalar çok soğuk geçirdi, yağışlı geçirdi. Bezdik kısaca. Bugün hakikaten hava 18 derecedir səhv eləmirəmsə. Ona göre belə giyindim. Ama çölə çıxmamışam. Eşitdiyim qədərindən elədi. Onsuz da taksi ilə gideceğim ve içeride olacağım için belə giyindim. Bu arada bu arkadaki karşılıkla hiç fikir vermeyin. Bu hisseye bir tane şkaf sipariş elədik. Uzun bir şkaf. Hem ayakkabılar için hem kurtkalar için. Bu aynayı da bir aydan artıqdır alalı. Bunu da haraya koyacağım bilmirəm. Bura şkaf gelinden sonra. Neyse. Aslında buradan köçeceğimiz için buraya ayakkabı şkafı falan almadık. Köçdükten sonra da buranı ofis kimi, yani iş yerim kimi saxlayacağım için burada mütləq ayakkabı və kurtkalar üçün nəsə olmalıydı deyə artıq sipariş elədik. Ne vaxt gələcək bilmirəm, yəqin bir həftə 10 günə inşallah gələr ən gecə. Taksim də gəlir bir neçə dəqiqəyə. Bunu da Bakıdan almışdım. Ben düştü ve bu hissesindeki aynası düşüp kırıldı. Sadece bu hissesinde kaldı. Direkt en sevdiğim mağazaya girdim. İlk Stradivarius'a. Yeni stil şalvarlar getirdiler. Bu şalvar çok beğendim. Normalde burası dar şalvarlar. Aşağısı dar olanda sevmirəm, yani giymirəm son zamanlar. Ama bunun İspanyol paçasını bunu beğendim. Duruşunu. Böyle. Ve bu üstü de beğendim. Pis değil ama bu kaş detayları çok mənlik değil sanki. Bunu da çok beğendim. Bu da az evvel Stradivarius'ta giyindiğimin benzeridir. Ama ben o birisini Stradivarius'tan aldığım için bunu almıram. Ama bunu da beğendim ya. Bunu daha çok beğendim. Eve gelen kimi tez yemek hazırlığına başladım. Oğlum pizza istediği için ona pizza hazırlayacağım. Deməli, iftarımızı etdik. Tez olsun diye pizza elədim. Əslində az qalmışdı iftarın vaxtında. Ona göre tez eləməyə çalıştım. İndi isə aldıqlarımı göstereceğim. Bakın, Stradivarius'ta gösterdiğimin eynisi. Oğluma bayramlıq belə bir dəstə aldım. Bu biraz sərt. Cinsli. Belə altının koftası var.
və şalvarı. Yəni üçlü bir dəstə. 5-6 yaş aldım. Oğlum 4 yaşındadır ama 5-6 yaş aldım ki daha uzun müddət geyinsin. Ayağını qatlayanda tam olacaq və belini də belə sıxmaq olur. Çox böyük deyil əslində, amma oğlum onsuz da boyu uzundur. Sadəcə arıq olduğu üçün beli problem ola bilər. Üstü də belə, bunu həm kurtka kimi, həm də belə qışda geyinə bilər və corablar aldım. Bunları əslində göstərdim kabində. Bu şalvarı çox bəyəndim. Əslində normalda burası dar. Burası dar geyinirəm, amma aşağı hissəsi dar. Artıq geyinmirəm son zamanlar. Çünki sevmirəm, hani nəsə duruşunu sevmirəm. Amma bunun ayağı İspanyol paça olduğu üçün çox xoşum gəldi. Duruşu falan. Və bu. Bunu da görəndə almaq istədim. Velour bir materialı var. Ve parıltısı var. Çok xırdamat, yani çok parıltılı bir şey değil. Çok hoşum geldi. Burada da çiçek detayları var. Qəşəngdir. Hal-hazırda gecə saat 12'dir. İndi ördüklərimi, daha doğrusu dikdiklərimi göstərmək istəyirəm. Belə bir ayı. Bunu gözlərini qara içinə rənglədim. Bunun içine yığacağım hamısını. Belə bir pijamalı ayı. Bu dəfə bunun papağını belə qulaqlarına taxılan eləmək istədik. Amma bir tık dar oldu. Nəsə tam ürəyimcə olmadı, amma belə də pis deyil. Ondan sonra belə bir ayı. Belə bir açıq sarı, uzun qulaqlı dovşan. Belə göy rəng bir. Daha doğrusu bu tünd mavidir. Ayıcıq. Bu da burnu. Qara elədim. Burada da bəzi koton iplər örülmüş. Az oyuncaqlarım var. Bunlar ayırıram. Sonra eyni pijamalı ayının rozu rəngi var. Belə bir yaşıl rəngi var. Bunlar hamısı təzə rəng çeşidləridir. Sonra belə uzun ayaqlı donlu dovşanlardan belə bir bej rəngi var. Bu da çox qəşəng alındı. Yine eyni modelin belə bir tünd rozvisi var. Çok qəşəngdir. Gözlərini şəffaf elədim. Və belə bir dovşan var. Bu eyni modelin biraz qısa ayaklısıdır və qısa qulaqlı. Ancaq qulaqları biraz daha tombuldu bunun. Bu da belə. Bu model çox sevilir. İndi isə burada yine bir dovşanım var. Bunu dikeceğim. Və bunu buraya da dikmeyeceğim yani ki. Ve burada yine 3 tane dovşanım var. Bakın donlu, uzun kulaklı bir şeydi. Burada da aynı modelin baydoğu rengi. Daha doğrusu tünd benöşe diyebilirim. 3 tane, üçü de aynı modelde. Bunları dikeceğim ve bunu dikeceğim. Bu dördünü dikenden sonra bilmiyorum daha yine dikeceğim mi dikmeyeceğim mi. Çünkü biraz yoruldum. Gün yorucu geçti hakikaten. Ona göre hani bu dördünü diksem şükür değilim. Dediğim gibi siparişli. Ona göre bunları vakti gelende dikeceğim. Burada ise bunun biri siparişli. Kalan ikisi, üçü de aynı modelde bu arada. Bu dovşanların bu rengi de. Bunlar çok satılan bir modeldi. Yani bu rengin özü de çok satılan diye stokta olsun diye 3 tane alıyordum ama biri siparişli, ikisi artık kalıp onları da yine eləyəcəm. Bu da yine satılan modellerden biridir. Burada yine aynı model, aynı rengi var ve bu da siparişli. Yani dediğim gibi bunlar hələlik kalır burada. Burada da hatta siparişlerden var. Benim masam hakikaten çok balacadır. Ona göre hani belə iş prosesində yerləşə bilmirəm. Neyse, idare ederim hələlik. İnşallah özümüze köçəndən sonra daha ferah, daha geniş bir iş yeri özümə hazırlayaram diye düşünürəm. Planlarım var, çok güzel planlarım var. İnşallah hayata geçirmek nasip olar ve sizinle de bölüşərəm. Hal-hazırda saat 3'ün yarısıdır. Şükür bitirdim. Karşıma koyduğum hedefleri. Bakın bu belə oldu. Şirindi. Bu rengi belə oldu. Bu renk belə oldu. Ancaq bunun donunun eyni rengində lentim yoxdur. Ona görə hələlik belə koydum. Belə halıyla da şirindir. Donunun öz ipindən də yoxumdur. Yoxsa örgü bantik eləyərəm. Baxım hələ ki dursun belə. Və bu da belə oldu. Belə. İndi gedib yatacağım. Əslində yuxum gəlmədi. Sahura qədər dura bilərəm. Sadəcə belim çox ağırdı. Bel ağrısı problemim olduğu üçün uzun müddət otura bilmirəm.
sadece örgü işi olsa uzanarak, söykənerek örebilirim ama bu dikme işinde mütləq burada oturmalı olduğum için burada belim ağırdığı halda otura bilmirəm. Bu da mənim işimdə mənə əngəl olan ən böyük problemlərdən biridir həmişə. Yoxsa nələr eləyərəm, nələr. Neyse, indi buraları biraz səlqəyə salacağım. Gözümün biri bitdi. Buraları biraz səlqəyə salacağım. Baxın, zibillərim. Ondan sonra da gedib uzanacağım. Yataram yəqin ki, sahurda da uyanaram. Sabahki gündə görüşərik. Növbəti günün axşamından salam. Bugün son iftarımızı etdik. Ramazan ayı bitti artıq. Sabah inşallah bayramın birinci günüdür. Sabah üçün əslində bir planım yoxdur. Yəni səhər üçün yoxdur. Günorta üçün isə qızlarla toplanacağıq. Burada mənim qonşularımla. Bugün əslində bir şey çəkmədim. Çünki bugün nəsə çəkəsim gəlmədi. Biraz işlədim ama çox işləyə bilmədim. Sifarişim var idi. Sifarişimi birini tamamladım, göndərdim. Bir də başqa bir sifarişim yenə var idi. Onu da gəlib götürəcəklərdi. Hətta buradaydı. Bunun da yanının çıngırağı olmalıydı. Sadece çıngırağın başını ördüm. Gəlib götürməliydiler. Ancaq sonra dedi ki 2 gün sonra gəlib götürəcəm falan. Ona görə bunu saxladım. Dedim ki dikərəm sonra. Deməli sadece dovşanını dikmək qalmışdı və yanının çıngırağı ilə əmzək zinciri. Əmzək zincirinin də örmə detayları var. Bunu saxladım hələlik. Dedim ki əlimdə olan hazır oyuncaqları yenə dikim. İndi sizə göstərəcəm nələr dikdiyimi. Deməli divanın altında belə hazır oyuncaqlarım var idi. Baxın, belə qırmızı bir ayı, belə bir ayı və belə bir ayı var. Ondan sonra yenə divanın altından çıxartdıqlarımdan bunu dikdim. Bu da hazırdı. Və dikməli olduğum yenə papaqlı ayıcıqlardan 1, 2, 3, 4, 5, 6 dənə. Bu 6'sını da dedim bugün dikərəm. Və burada dovşanlar da var. İndi bilmirəm, onları dikə biləcəm ya dikə bilməyəcəm. Ən uzağı burada sadə ayılar var 2 dənə. Bunları dikərəm. Bunlar isə çatdıra bilməsəm qalar. Hələlik dedim bu pijamalı ayıları dikərəm. Sadəcə dedim ki bunu dikdim, sifarişimi tamamladım. Belə. Yəni ki bugün dolu keçmədi. Olsun, sabah inşallah vaxt edə bilsəm daha çox işləyərəm, amma bugün bunları dikib elə yatmaq istəyirəm. Bunları diksəm halal olsun mənə. Çünki belim də ağrıyır və biraz da video editləmək istəyirəm. Ona görə bunları dikib sonra uzanaraq videonu editləmək qərarına gəldim. İndi isə dərmanlarımı içəcəm. Bunlar isə dərman deyil, B12 və dəmirdir. Takviyə edici qidadır. Bunları da içməyə çalışıram. Ramazanda çox içə bilmədim. Hətta Ramazanda termosumdan belə heç istifadə eləmədim, amma indi doldurdum. İnşallah bol-bol su içməyə çalışacağım artıq. İndi bunları belə içdim. Ama sabahtan inşallah hamısını səhər içəcəm. Hətta D vitaminimi də səhər içəcəm. Günün ilk yarısında içmək daha yaxşıdır normalda. İndi gedib hədəflədiyim oyuncaqlarımı dikməliyəm. Ondan sonra isə inşallah gedib biraz uzanacağım və yuxuya getmədən əvvəl bu dəqiqə editlədiyim, köhnə çəkdiyim vloglardan biri var. Onu editləyirəm. Biraz uzun bir vlogdur. Bunu da qapının arxasına asmışam. Siz də bunu aldığım bir kargo açma videosu çəkmişəm. Onu da editləyib paylaşmalıyam.